Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Mehdiyabad qəsəbə 18 saylı uşaq bağçasında təbiətin ən rəngarəng və sevilən fəsli olan payıza həsr olunmuş Qızıl Payız adlı tədbir keçirildi. Tədbirin məqsədi uşaqlara payız fəslinin gözəlliklərini tanıtmaq, təbiətə olan sevgini və müşahidə qabiliyyətini artırmaq idi. Balacalar payız mövzusunda şeirlər söylədilər, mahnılar oxudular, rəqslər etdilər və öz əl işlərini nümayiş etdirdilər. Rəqslər elə gözəl hazırlanmışdı ki, sözün əsl mənasında izləyən hər kəs valeh oldu. Bağçanın direktoru və tərbiyəçiləri də tədbiri çox maraqla izlədilər. Göründüyü kimi bu il hal-hazırda payıza aid olan bir tədbirimizdə orta qrup uşaqlarının ifa etdikləri şeirlər, mahnılar, göstərdikləri rəqs nümunələri buna misaldır. Hər il olduğu kimi bu ildə bizim məqsədimiz odur ki, uşaqlar, yəni cəmiyyətimizə vətənpərvər ruhda layiqli vətəndaşlar kimi yetişsin. Rəngli yarpaqlardan hazırlanmış bəzəklər tədbirə xüsusi ab-hava qatdı. Valideynlər və müəllimlər uşaqların çıxışlarını maraqla izlədilər və onların istedadlarına heyran qaldılar. Payız tərəf tiləklər, dəzir yenə bağları, hər tərəf aşırır, şəramışla yarpaqlar. Qızıl Payız tədbiri uşaqlar üçün həm əyləncəli, həm də maarifləndirici bir gün oldu. Belə tədbirlər balacaların təbiətə olan marağını və yaradıcılığını inkişaf etdirməyə xidmət edir. Elvin Qudratov, Cəmilə Nəsir qızı, Kamil Quliyev, Bu gün informasiya proqramı üçün.